Salam, hörmətli izləyicilər. Bugün Bakıda ictimai nəqliyyatda baş verən bir problem haqqında danışacağıq. Son vaxtlar metro və avtobuslarda bəzi sərnişinlərin digər insanlara narahatlıq yaradan davranışları ilə bağlı yeni məlumatlar var. Baku Post az saytının yaydığı xəbərə görə, paytaxt ərazisində metro və avtobuslarda yayxanıb oturan, yəni ayaqlarını geniş açıb oturacaqları zəbt edib, ətrafdakı insanlara yer verməyən sərnişinlərə qarşı mübarizə gücləndiriləcək. Bu cür davranışlar İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xırda xuliqanlıq kimi qiymətləndirilə bilər. Belə hallarda sərnişinlərə cərimə tətbiq oluna bilər, ağır hallarda isə 15 günə qədər inzibati həbs cəzası da nəzərdə tutulur. Hörmətli dostlar, ictimai nəqliyyat hamımızın istifadə etdiyi ortaq məkandır. Burada hər kəsin rahatlığı vacibdir. Xüsusilə pik saatlarda metro və avtobuslar çox dolu olur. Bir nəfərin ayaqlarını geniş açıb oturması digər sərnişinlərə, xüsusilə qadınlara, yaşlılara və uşaqlara narahatlıq yaradır. Nə etmək olar? Oturacaqda ayaqlarınızı normal vəziyyətdə saxlayın. Ətrafdakı insanlara yer verin. Çantalarınızı qucağınızda saxlayın, oturacaqları tutmayın. Digər sərnişinlərə hörmətlə yanaşın. Bu qaydalar hamımız üçün rahat və təhlükəsiz səyahət üçündür. Qaydalara riayət etsək, həm cəzadan qorunarıq, həm də bir-birimizə hörmət göstərmiş olarıq. Siz bu mövzunu necə qiymətləndirirsiniz? Şərhlərdə fikirlərinizi yazın. Bəlkə siz də belə narahatlıqla qarşılaşmısınız? Hansı hallar daha çox rast gəlinir? Videonu bəyənməyi, kanala abunə olmağı və zəng işarəsini aktivləşdirməyi unutmayın. Yeni videolarda görüşənədək özünüzə yaxşı baxın.